Yaxşı. Sən mənə Siz həvəskarsınız. Dözümlü Mən neçə yerə peşəkar. bölünürdü? Dözüm 2 il mənim. Hansılar idi? Ayso. Təyin olunmuş sürətlə daha çox məsafə qət etmək xarici göstəricisi dözümlüyün yoxsa daxili? Xarici mənim. Xarici. Turnikdə çox saylı dartınma, qolların bükülüb açılması bu xarici göstəricisidir yoxsa daxili? Xarici. Sallanmış vəziyyətdə bucaq saxlamaq xaricidir, daxili? O da xarici. 5 metrlik kəndirə qalxmaq. Xarici. Qəşəng. 10 saniyə ərzində maksimal oturub durmaq dözümlüyün xarici göstəricinə aiddir, daxili? Müəllim 10 saniyədə qısa müddətdə maksimaldır da müəllim. Yox, maksimalda yox, xarici göstəricisidir, daxili? Xarici. Xaricidir. Bax, mərkəzi sinir sistemidir, ürək-damar sistemidir, tənəffüs sistemidir. Bunlar daxili göstəricilərdir, xarici. Daxili müəllim. Dözümlüyün komponentləri hansılardır? Dözümlüyün komponentləri müəllim ümumi dözüm, sürət dözümü. Aha, nəfəs alma, ürək döyüntüsü, ritmdir. Bu daxili göstəricidir, xarici. Daxili. Aha, uzun müddət orta intensivlikdə, orta intensivlikdə, aşağı intensivlikdə yerinə yetirilən və ümumi dözümlükdür. Yaxşı, yüksək intensivdə fiziki fəaliyyət zamanı sürət hərəkətlərinin yerinə yetirir. Sürət dözümlüydür. Dözümlük özü neçə yerə bölünürdü? Mənim 2 yerə. 2 yerə bölünürdü. 800-1500 metr məsafəyə qaçışlar nədir? Salam, hər vaxt xeyir olsun. Ümumidir, xüsusi. 800-1500 isə ümumi. Ayso, yaxşı. Müəyyən bir hərəkət qabiliyyətə aid olan hərəkətlərin optimal intensivdə icra bacarığı. Ümumidir, xüsusi. Xüsusidir. Məsəl üçün, sən mənə de görüm, Ahidət, belə deyək də, texnikadır, ondan sonra, belə deyək də, konkret bir fəaliyyətdir. Bunlar nəzərə alınırsa, ümumi dözümlük olur, xüsusi dözümlük. Nəzərə alınırsa, müəllim xüsusi. Ayso, xüsusi olunurdu. Futboldur, basketboldur, voleyboldur, axıra qədər dinlə. Bunlarda texniki, taktiki fəaliyyət, ümumi dözümlük olur, xüsusi. Ümumi olar da müəllim. Yox, demirəm asla aerob rejimdə icrası. Texniki, taktiki fəaliyyət. Bax, futboldur, basketboldur, ondan sonra gimnastikadır, üzgüçülükdür, digər komplekslərin texniki, taktiki, idman növləri. Deyirdi ki, hər hansı bir idman növünə aid hərəkətlərin optimal intensivdə icra bacarığı nədir? Xüsusi dözümlük. Xüsusi dözümlük, bəli. Xüsusi dözümlük növləri hansılardır? Xüsusi dözümlük növləri dinamik, statik, koordinasiya. Ayso, dinamikdir, statikdir, bir də koordinasiyadır. Çətin və texniki hərəkətlərin dəfələrlə təkrar olunması. Koordinasiya. Ağır əzəl hərəkətlərin nisbətən sakitlikdə, lakin uzun müddət icrası. Müəllim, bu dinamik. Qəşəng. Yaxşı, sən mənə de görüm hərəkətlərin, belə deyim də sənə. Yaxşı. Aha, sonra sən mənə de görüm əzələ gərginliyin eyni vəziyyətdə uzun müddət saxlama bacarığı. Müəllim, bu statik. Super, əla. Sən də deyək.